Mən o kənddən 11 yaşında uşaq kimi çıxdım, amma ora qaydanda artıq hərbi hissə komandiri idim. Mənim müharibəm başlamışdı 93-cü ilin avqustun 17-si. Biz oradan çıxanda, belə deyim də, elə bir keçid yolu keçdik ki, yəni şəhərə çatana qədər. Dedi, oradan dönüm anama dəyim gedim. Özümə bağışlamadığım şeylərdən biri odur. Gərək ona şərait yaradardım, görüşərdi evlərim. Deyir, ermənin qanından qorxur. Qorxub zad eləmir. Düşməni küçümsəmək lazım deyil. Çünki yetəri qədər döyüş hazırlığı olan bir ordu vardı qarşımızda. Bu 1982-ci ildə Cəbrayıl rayonu Qazanzəmi kəndində dünyaya gəlmişəm. Yəni uşaqlığımın belə deyim də ilk hardasa bir 10-11 ili həmin kənddə keçib. Sürücü ailəsində dünyaya gəlmişəm. Mən də o ağrı acını yaşadığım üçün bəlkə də o məndə bir psixoloji travma yaradıb. Böyle ondan qaynaqlı bir səbəbdən hərb sənətinə yönəlmişəm. Kənddən çıxanda mənim 11 yaşım vardı. 93-cü ilin avqustun 17-si çıxmışdım kənddən. Kəndə qayıdıb yenidən qədəm qoyanda 2020-ci ilin oktyabr ayının 21-i idi. Mən o kənddən 11 yaşında uşaq kimi çıxdım, amma ora qaydanda artıq hərbi hissə komandiri idim. Bu mənim üçün həm qürur verici bir şeydir, həm də ki, necə deyim, yəni həyatın bizə göstərdiyi o keçmə-keçlərdən biridir. Biz ailədə, belə deyim, 3 oğlan, 3 qız böyümüşük bir yerdə. O vaxtda bizim bölük vardı, könüllülər. Atam o vaxtı həm sürücü idi, həm də ki, necə deyim, yəni könüllü olaraq o rotanın tərkibində 93 müharibəsində döyüşüb. Mənim xatirimdə orada qalan o əsas anılardan biri odur ki, biz oradan çıxanda, belə deyim də, elə bir keçid yolu keçdik ki, yəni gəlib hansı ki, şəhərə çatana qədər. Açıq sözlər yoxdur onu ifadə eləməyə, yəni çox çətindir mənim üçün. Mən hərdən belə oturub düşünürəm, 93-cü ildə atam İmini mən olan yaşda olub. Yəni 43 yaşım var bugünkündə mənim. Hər bir oğlan uşağının ilk qəhrəmanı atasıdır. Düşünürəm ki, atam qəhrəman idi ki, yəni bu çətinliyin öhdəsindən gələ bildi. Açığı deyim ki, şəhərdə evimiz vardı, yox idi. Birinci Sumqayıtda Corat kəndində orada bir əmmin qohumları var idi. Onlar da biraz məskunlaşdı. Sonra da mən 17 yaşımda oradan çıxdım, getdim. Heydər Əliyev adına Hərbi Akademiyaya qəbul oldum. 2004-cü ildə hərbi məktəbi bitirdim, leytenant rütbəsi aldım. Mən artilleriyaçı zabitəm, topçu deyirlər il arasında. Təyinatımı verdilər Gədəbəydə Ensaylı hərbi hissəyə. 8-9 il xidmət elədim orada. 2014-cü ildə təyinatımı verdilər Akstafa rayonuna getdim. Orada da 1-2 il xidmət elədim. Akstafa rayonundan sonra təyinatımı verdilər Ağdam rayonu, o vaxt Ağdam rayonu yox idi təbii ki, Quzanlı qəsəbəsi deyirlər. Gəldim, 1 il xidmət elədim həmin hərbi hissədə. Sonra Beyləqanda digər hərbi hissəyə komandir vəzifəsini təyin olundu. Mənim müharibəm başlamışdı 2020-ci ilin iyun ayının 26-sından. Mən məzuniyyətdəydim, həmən vaxt pandemiya var idi. Yəni 15 gün məzuniyyətdə gəlib bu məhdud bir qapalı bir rejimdə keçirməmək üçün. Rayonda belə deyim də, yəni başımı qatmağa bir aktivitələr var idi. Məzuniyyətimin bitməyinə hardasa bir 5 gün, 6 gün qalmış, məni dəvət elədilər. Sənə qüsursuz xidmətə görə medal gəlib, sabah ordunun yaranması günündə olursan korpusda, komandirlə belə deyim, ikimizin arasında bir gizli bir söhbət getdi. Təqdim eləyəndə medalı, dedi, neçə gün qalıb məzuniyyətinin bitməyinə? Dedim, hələ var cənab general. Dedi, məzuniyyətin qutardı. Plansız döyüş olmur, planla da döyüş olmur. Elə bir vəziyyət yarana bilər ki, sənin o planın heç 10%-ni tətbiq eləyə bilmərsən. Bilirsiniz, döyüşün özünə məxsus yazılmamış qanunları var. Hər bir kəs, istər qərargah rəisindən tutmuş, ən axırıncı əskərə qədər, hamısı gözü komandirin ağzındadır ki, görüm nə deyəcək, bizi bu vəziyyətdən necə çıxardacaq. Komandir lazım olan vaxtı, lazım olan yerdə olmalıdır. Qubadlıda elə bir vəziyyət yarandı ki, yəni bizi
Heç yer əlimiz çatmır da, belə deyək. Daxtmaz kəndinin azad olunduğu, axşam tərəfi düşdük Balasoltanlı kəndinə, Qubadlının ərazisidir artıq ora. Cənab general çağırdı, tapşırıq verdi. Rəhmətli Şükür Həmidova kəşfiyyat aparsına baxaq görək, pusuya falan düşməyək. Getdilər, baxdılar, gəldilər, dedilər ki, bəs Sarıyataq kəndindəki körpü minalanır. Təsəvvür edin ki, gecə ilə fanarla, müəyyən bir vasitələrlə müşahidə elədik ki, çayın içi minadır. Bəlkə də oradan bir 100-ə yaxın mina çıxartdı. Gəldik, yazı düzünə qalxırıq. Deməli, orada çıxdığımız yer belə qövsvari bir silsilədir. Təyinatlar orada qövs şəklində bizi gözləyirlər ki, orada şəxsi bizi bilində məhv eləsinlər. Biz qayıtdıq, gəldik, durduq, o hamısı ki, o qayalıq ərazidə. Artıq səhər biz durub oradan hərəkət eləyəndə qızğın döyüş getdi orada, biz Qubadlı istiqamətində. Rəhmətli Şükür Həmidov orada şəhid oldu. Kənd Horadizdə düşmənin belə deyim də, o onurğa sümüyünün qırılma anıdır o döyüş. Təsəvvür edin ki, Cəbrayıl rayonu alınıb. Bizim Arazqılağı istiqamətdə gedən bölmələr vardı, təyinatlar vardı. Horadizə çatdım, maşınları çıxartdım yola. Kənd Horadiz istiqamətində harca bir 20 tank, 15 BMP böyük bir qüvvə ilə hücum ediblər. Aləm dəyib bir-birinə. Gecə ilə zəng eləmişəm, məndə Abbasov Pərviz vardı. Bütün təminatı gecə ilə köçürdürsən Horadizə. Təsəvvür edin ki, mənim MTT-min elə bir ki, 1 kilometr qabağında yol bağlanıb. Hətta Paşinyan o bir ara dedi, biz manevr eləmişik, oyun oynamışıq. Dedim, Faiq, Pərviz gəlsin yanıma, qurğusu ilə bir yerdə. Pərviz gəldi yanıma, bizdə o Horadizdə bir Burğa dərəsi deyilən bir yer var. Keçdik, qabaq tərəfə çıxanda təsəvvür edin ki, onların xüsusi təyinatları vardı, 022. Baxdım, belə çarəsiz qalmışam, neyiniyim, necə eləyim. Birdən yadıma düşdü ki, mənim Alxanlı istiqamətində, Alxanlı Füzuli istiqamətində orada maşınlarım var. Zəng elədim, Ələkbərov Vüsal vardı məndə. Dedim, sən Alxanlıdan Horadizə nə qədər vaxta gələ bilərsən? Amma maksimum tez bir şəkildə gözləyirəm sizi. Gəldilər, bunları götürdüm, artıq bu yol bağlanıb, getməyə bir yer yox. Bu Lələtəpə taborunun yanında yolun yanında tut ağacı vardı. Dedim, Pərviz, tutun yanından bəri keçəni, ayırda eləyə bilməsən belə vur. Ələkbərov Vüsalgil gəldi, çatdı, oturduq maşına, o aşağı Arazqılağı tərəfdən bir yol gedir, Əhmədallar yolu deyirlər o yola. Gəldi, oraya girəndə, düşmək istəyirdim maşından. Komandan dedi ki, düşmə, qabaqdakı vala girə bilərsən. Val bilsiz nədir? Düşmən torpağı qazır, yığır belə qarşısına, yəni biz olan hərəkəti müşahidə eləməyək deyə. Yəni ölüm də olsa girməliyik, başqa yol yoxdur ki. Mən maşının içindən baxıram, Ələkbərov da maşının üstündədir. Ələkbərov nə müşahidə eləyirsən? Onu gördüyüm mən də görürəm. Hava da bilsiz necə bir bulutlu hava var. Təsəvvür edin ki, elə bir havadır ki, imkan vermir də, məsəl üçün predmetləri ayırım. Dedim, Ələkbərov, bunun bir dənə variantı var, raketin birini at. Həm müşahidə eləyək, həm də ki, birinci hədəfə vurarıq. Raket göydə gedib, baxdım, doludur yolun qırağı. Mənim sağ tərəfimdə də bir dənə tank vardı. Bizim tankımız idi. 6-cı uca biz tankı vuranda, düşmən tankın. Gördüm 3-3-5-5 təpəni aşırlar, belə qaçırlar. O tankisti qapını açdım, dedim ki, tankistə o gedən şəxsiyyətə at. Və ondan sonra döyüş elə bir sürətləndi ki, həmən o döyüşdən sonra bütün ərazilər hansı ki 44 günlük azad olundu, yol açıldı. Füzuli rayonu azad olundu 17 oktyabrda. Alxanlı tərəf hərəkət elədi, getdi, çıxdı məsəl üçün Qızılqaya, oradan keçdi. Xocavənd istiqamətində Füzulinin digər kəndlərinə, Xocavəndin o Zoğalbulaq, sonra üzü yuxarı o Qacar tərəflərə, yəni azad olunmamız. Düzdür, indi relyefə görə mən kim ki deyir ki, o Hasan oldu döyüş. Elə bir çətin bir vəziyyət idi ki, orada təsəvvür edin ki, yolu aça-aça gedir. Həm yol açırıq, həm döyüşürük. Ona görə Cənab Prezident bax o yolun adı Zəfər yolu qoydu. Yəni çünki həqiqətən zəfərə aparan yol o idi. Qubadlı azad olundu, oturduq müdafiəyə. Gecə ilə komandaya xəbər gəldi ki, müharibə qurtardı. Orada bir Qurbantepe deyilən bir yer vardı. Laçınla Qubadlının arasında bir yüksəklik idi. Oradan korrektirovka eləyirdi düşmən. 10-12 dənə qırat gətirib qoydular. BM-21 artilleriya qurusu qoydular. Topları var, nə bilim tanklar, harca bir 10 dənə tank var. Bizim dünyadan xəbərimiz yoxdur. Sən demə Cənab Prezident artıq televizorda çıxış eləyir. Şəxsiyyətlə belə tez-tez söhbət edirdim bu vətənpərvər mövzusunda, belə şəhidlik mövzusunda. Sıradan sonra Xəlilbəyli Turqut yaxınlaşdı, mənə dedi ki, komandir, mənim arzumdur şəhid olmaq. Deməli, şəhid niyə olursan, get döyüş qəhrəman ol da. Mənə zəng elədi, gün orta saat olardı 1-2 belə. Dedi ki, komandir, mən qabağa getmək istəyirəm, icazə verin də gedim qabağa. Dedim, Turqut, sən hərbi hissənin həkimisən. Sənə haradasa ehtiyacım olsa mənim, kimsə yaralanıb buna bir təxliyə eləmək lazımdır. Mən durub indi qabaqda o döyüşün razqar vaxtında Turqut axtaracağam. Oturduğun yerdə. Üstündən bir 2 saat belə keçdi. Faiq zəng elədi mənə ki, bəs komandir, xəbəriniz var Turqutdan. Dedi, bəs Turqut
götürüb maşını Səmədov Rəşid, Turqut bir də sürücü də. Gedib orada ağır yaralanıb Turqut. Nətər yaralanıb, harada yaralanıb? Dedi, bəs burada hospitaldadır. Zəng elədim, hospitalın komandiri vardı, Elçin. Çox güclü cərrah idi. Dedim, abi, neydi seni o uşaq ölməsin? Dedi, Bəxtiyar, ölməsə də, yəni, əməliyyat eləmişəm. Allahdan ümid kəsilməyibsə, yaşayacaq. Bir saat keçdi, Faiq zəng elədi ki, bəs Turqut şəhid olub. Bir dənə o Səmədov Rəşid, hansı ki, o Turqutla bir yerdə olan uşaq xidmətə qayıda bilmədi. Yəni, onun yarası elə idi ki, xidmətə yararsız oldu, belə deyim. Mənim Kəlbəcərdə də şəhidim var. Vəliyev Elnur vardı bizdə, müddətdən hərbi olduqçu. Kəndin içindən keçib yolları, denib ki, oradan keçib gedəcəklər. Dedi, oradan dönüm, anama dəyim, gedim. Yəni, bu tapşırığın gecikməsi deməkdir. Xahiş edirəm, hər bir kəs vaxtında təyin olmuş yerdə olsun. Daisi mənə zəng elədi. Daha doğrusu döyüşün o qızğın vaxtı idi. Gördüm, zəng eləyir. Mənə mesaj yazıb, Elnur şəhid olub. Xəbər alandan sonra özümə bağışlamadığım şeylərdən biri odur. Gərək ona şərait yaradardım, görüşərdi evləri. Deyir, erməni qandan qorxur, qan görəndə qorxur. Nətə deyim, mif yaratmışlar. Qorxub zad eləmir. Yəni, kim ki də deyir ki, erməni ordusunun döyüş hazırlığı aşağı səviyyədə idi. Yəni, o da o döyüşdən xəbəri olmayan adamdır. Artilleriyası da normal işləyirdi, yəni yaxşı işləyirdi. Elində pexotası da yaxşı işləyirdi. Düşməni küçümsəmək lazım deyil. Çünki yetəri qədər döyüş hazırlığı olan bir ordu vardı qarşımızda. Mən balaca qızım var, Nəzirin. Balaca dedim, artıq 6-cı sinifdə oxuyur, o vaxtı balaca idi. Oktyabr ayının harcı 8-9 idi belə, qızım zəng elədi. Nəsə almışam, hə işləyirəm qızım, nə olub, nə məsələdir? Dedi, papa, narahat olma, ayın 9-u müharibə qutaracaq. Dedim, hansı ayın 9-u? Dedim, noyabr ayının 9-u. Uşaqlar demək, qızım deyir ki, ayın 9-u qutaracaq, noyabrın 9-u qutaracaq. Yəni, noyabrın 9-una kimi bırdıyıq, narahat olmuyor. Uşaqlar dedi, biz zarafat elədik. Ayın 9-u da onunla keçən gecədir. Zabitlərdən biri qalır ki, akaman deyir, sizin uşaq belə bir söz demişdi, qutardı da bu vaxt. Zəng elədim qızıma təzəvvür. Deyirəm ki, sən onu hardan bilirdin? Dost dedi ki, bilirəm. Mən müharibə gedə-gedə getdim kəndimizə. Mənə onda gedəndə təsir eləmədi, kəndimizə gedəndə. İkinci dəfə, bir dəfə müharibədən sonra idi, qardaşım gəldi, bir yerdə getdik. Onda mənə belə bir pis təsir elədi. Papama söz vermişdim ki, gedib evimizdən yığacam səni. Zəng elədim, o hansı vəziyyətdə oldu, onu görə bilmirdim, ancaq danışıqla belə danışırdıq. Nə bilim, amma elə bir ki, hər bir şey kiçilmişdi. Harasına baxırdım, belə deyim də, orada bir anılarım var idi yəni orada. Atam dünyadan köçməmişdən qabaq, mən ona təklif elədim ki, sən aparım, gedək kəndi gör də, dünya işin bilmək olmaz. Dedi, bilirsən necədir, yəni mən oranı deyir, o boyda şəraiti, evi, eşiyi, hamısını dişimlə, dırnağımla, belə deyim də, əziyyətlə qurub yaratmışdım. Mən deyir, indi onu gedib o mənzərəni görsəm, elə orada da öləcəm. Videolardan görmüşdü, falan çəkib gətirmiş şəkillər vardı. 2021-ci ildə özü istədi getmək, ona da belə deyim də, ömrü vəfa eləmədi. Polad, mən Dəmirəm, eşidirsən məni? Canlı qüvvənin bir hissəsi məhv olunub texnika ilə bərabər. Yerdə qalan hissəsi piyada şəkildə ərazidən qaçır. Antiterror əməliyyatı başlayanda mən ehtiyatda olan polkovnik leytenantıyım. Sentyabr 2-sində mənim artıq əmrim gəlir ki, ehtiyata buraxılsın. Mənə komandir dedi ki, gedə bilərsən. Yəni əmrim var. Gedib orada başıma bir iş gəlsə, yəni mən ömür boyu bunun vicdan azabını çəkərəm. Nə olarlardı, alnımıza yazılan nədir sonra olacaq. Şuşa Xankəndi istiqamətində özüm idim. Antiterror əməliyyatı bilirsiniz niyə? Kompakt şəkildə, belə deyim də, qısa, net oldu. Yəni, hamı öz işini bilir. Hamı bir-biri ilə qarşılıqlı koordinasiya ilə işləyirdi. 44 günlük Vətən müharibəsində Cənab Prezident tərəfindən Zəfər ordu ilə təltif olunmuşam. Cəbrayıl Qubadlı, Zəngilan, bir də Füzuli istiqamətlə birbaşa döyüşə girdiyim üçün o rayon medallarına təltif olundum, iştirakçı medalına təltif olundum. Belə-belə işlər.